çoxlarınız onları görməsəz də, lakin bilirsiniz ki, onlar olmasa siz heç bizi də bax, bu arenada görə bilməzsiniz. Mən əlbəttə ki, sponsorları nəzərdə tuturam. Gülüş yığmasının sponsorunu isə hamınız görə və eşidə bilərsiniz. Əziz dostlar, beləliklə arenaya Gülüş yığmasının baş sponsoru, yüksək səviyyəli və keyfiyyətli xidmətləri ilə fərqlənən Rixos Quba Azərbaycan Otelinin nümayəndəsi dəvət olunur. Hoş gəlmişsiniz. Buyurun. Necəsiz Talih? Çox sağ olun, tanımam. Siz necəsiz? Yormur sizi belə hər həftə Qubadan Bakıya gəlib və Bakıdan Qubaya gedir? Təbii ki, yox. Maşallah, yollarımız da gözəl. Bəli, çox sağ olsunlar. Danışın görək, nələr baş verir hal-hazırda Rixos Quba Azərbaycan Otelində? Bəli, ilk öncə çox sağ olun ki, dəvət etmişsiniz. Mən tamaşaçıları salamlayıram. Hal-hazırda Rixos Quba Azərbaycan öz qonaqlarını qarşılayır. Hər şey yaxşıdır. Bugün istəyərdim sizə Rixos Clubdan və bizim Quba Əyləncə Parkımızdan danışım. Təxminən 1000 nəfərə yaxın qonaqlarımıza xidmət edəcək Quba Əyləncə Parkımız var. Orada müxtəlif cür atraksiyonlar uşaqlarımızın əyləncəsinə bir başqa əyləncə qatacaq. Və bundan əlavə orada xaricdə gördüyümüz atraksiyonlar, hansı ki, hələ ki Azərbaycanda yox idi bu vaxta qədər, bizdə artıq Quba Əyləncə Parkında onların siz istifadə edə bilərsiniz onlardan. Müxtəlif cür atraksiyonlarda dedikdə orada bumper car və müxtəlif atraksiyonlar olacaq. Buyurun, uşaqlarınızı gətirin, əyləncəsinə əyləncə qatın. Ondan sonra bizdə Rixos Club fəaliyyət göstərir. Orada 4-12 yaşında olan uşaqlar üçün nəzərdə tutulub. Bizdə əyləncə departamentinin çox istedadlı kadrları xüsusi baxıcılarla bizim uşaqlarımıza xidmət göstərəcəklər. Orada müxtəlif uşaqların doğum günlərini və başqa mərasimləri keçirtmək olar və xüsusi baxıcılar tərəfindən uşaqlarınızın təhlükəsizliyinə tam təminat verilir. Çox gözəl. Belə gözəl məlumat verdiniz. Mənim öz uşaqlığım yadıma düşdü. Deyirəm, indiki zamanənin uşaqları, əziz dostlar, çox xoşbəxtlər. Çünki onlar üçün bu cür gözəl şəraitlər yaranır. Müxtəlif atraksiyonlar. Bizim vaxtda atraksiyon sözü ümumiyyətlə leksikonda yox idi. Bir dənə belə balaca maşınlar var idi bulvarda. Söhbət 70-ci illərin axırından gedir. Bəli, başa düşdünüz ki, mən elə də cavan deyiləm. 70-ci illərin axırında belə maşınlar idi. 5-6 yaşımız var idi. Güclə, bəlayla o pedallara basırdıq ki, bir maşın bir hərəkət eləsin, maşın bir yerindən tərpənsin. Amma indi Rixos Quba Azərbaycan Otelində bizim körpələrimiz, bizim uşaqlarımız üçün belə gözəl şəraitlər yaradıb. Təşəkkür edirik Rixos Quba Azərbaycan Otelində.